Salam dostlar, hamınıza xoş gördük. Dərslərimiz davam edir. Deməli, keçən dəfə biz tərifin bir növündən danışdıq. Şərh, izah vasitəsilə olan tərif və onun şərtlərini qeyd elədik. Müəllif dedi ki, burada 5 növ tərif qeyd edib, tərifin 5 növünü. Bu gün ikinci növdən danışacağıq. Ət-tərifu bil-lafz, yəni sözlə, hansısa bir kəlmə ilə ifadə olunan tərif. Bu nə deməkdir? Bu ləfzlə, sözlə olan tərif. Deməli, əvvəlki tərif buydu ki, siz bir şey tərif verərkən onun haqqında izah verirsiniz, onun mahiyyətini izah edirsiniz. Lakin burada həmin şeyin mahiyyəti izah olunmur. Tərif verdiyimiz şeyin mahiyyətini izah eləmirik. Biz sadəcə olaraq o sözü başqa bir sözlə əvəz edirik. Əgər bir sözü başqa bir sözlə əvəz eləsək, buna deyirlər söz vasitəsilə olan tərif. Məsələn, insan nədir? Bəşərdir. Baxın, insanı biri var, əvvəlki kimi mahiyyətini izah edək. Deyək, insan düşünən canlıdır. Burada ona ehtiyac yoxdur. Burada sadəcə bir sözü başqa bir sözlə əvəz edirik. İnsan nədir? İnsan bəşərdir. Deməli, müəllif burada 2 dənə şərt qeyd edir. Daha doğrusu 3 dənə şərt qeyd edir. Birinci şərt budur ki, deməli, istifadə edəcəyimiz söz, tərif verdiyimiz o sözdən, kəlmədən, məfhumdan daha ümumi olmasın. Məsələn, tutalım, mobil telefon sözü dilimizə daxil olur, nə vaxtsa daxil olub və ilk vaxtlarda bu söz bəzi insanlar üçün anlaşılmayandır. Çünki mobil sözü xarici sözdür, ingilis mənşəli sözdür. Söz dilimizə daxil oldu. Bəzi insanlara mobil telefon deyəndə insanlar üçün bu qaranlıq qalırdı ki, mobil telefon yəni necə bir telefondur, hansı növ telefondur, nə formada bir telefondur. İndi burada izaha ehtiyac var. Əgər biz burada istifadə edəcəyimiz sözün mənası, dəlaləti daha geniş olarsa, o zaman məna aydın olmayacaq. Məsələn, əgər desək ki, mobil telefon cihazdır, aydındır ki, mobil telefon cihazdır. Amma cihaz daha geniş mənaya, daha geniş bir məfhumdur, anlayışdır. Çünki cihazın içərisində mobil telefon da var və digər cihazlar da var. Yəni, insanın ağlına başqa cihazlar da gələ bilər. Ona görə bu uğurlu seçim deyil. Cihaz sözü uğurlu seçim deyil. Çünki onun dəlaləti, mənası, əhatə dairəsi daha genişdir. Deməli, birinci şərt nədir? Birinci şərt budur ki, istifadə edəcəyimiz kəlmənin dəlaləti, mənası, əhatə dairəsi daha geniş olmamalıdır. Həmçinin ikinci şərt də budur ki, istifadə edəcəyimiz kəlmənin dəlaləti, əhatə dairəsi dar olmasın. Yəni, o şərh verdiyimiz sözə nisbət, onun əhatə dairəsinə nisbət dar olmasın. Məsələn, mobil telefon nədir sualına əgər biri iPhone və ya Samsung deyə cavab versə, yenə də bu tərif nöqsanlı tərifdir. Niyə? Çünki iPhone və ya Samsung mobil telefonun yalnız bir nümunəsidir. Ona görə biz nə etməliyik? Elə bir sözdən istifadə etməliyik ki, o bərabər olmalıdır. İstifadə etdiyimiz söz, şərh etdiyimiz sözün dəlalət cəhətdən, əhatə dairəsi cəhətdən normalda bərabər olmalıdır. Orada elə sözdən istifadə etməliyik ki, o şərh verdiyimiz sözün bütün predmetlərini özündə ehtiva eləsin, ondan ümumi və ya xüsusi olmasın. Çünki burada məqsəd nədir? Burada məqsəd hansısa bir bizim üçün aydın olmayan sözə aydınlıq gətirməkdir. Gərək biz burada elə bir söz seçək ki, o şərh verdiyimiz söz bizim üçün aydın olsun. Bu da ikinci şərt idi. Üçüncü şərt nədir? Üçüncü şərt budur ki, istifadə edəcəyimiz söz anlayış etibarilə, yəni məna etibarilə aydın olmalıdır, qapalı olmamalıdır. Bayaq dediyim kimi, məqsəd, bu tərifdən məqsəd aydınlaşdırmaqdır. Bizim üçün qapalı, mənası qapalı olan bir şeyə aydınlıq gətirməkdir. Amma biz burada istifadə edəcəyimiz söz qapalı olarsa, o zaman o, belə deyək, öz hədəfinə çatmış olmayacaq. Məsələn, biri deyir ki, ruh nədir? Əgər biz qayıdıb desək ki, ruh, yəni abstrakt bir həqiqət, aydın məsələdir ki, abstrakt sözünün bir çox insan bilmir mənasını, bir çox insan üçün qaranlıqdır. Deməli, burada bizim istifadə edədiyimiz söz mənanı aydınlaşdırmadı, əksinə onu daha da qapalı hala saldı. Ona görə seçim burada çox önəmlidir. Qapalı sözlərdən istifadə etməməliyik. Aydın sözlərdən istifadə etməliyik. Mənası başa düşülən sözlərdən istifadə etməliyik ki, məsələ qarşı tərəf üçün aydın olsun. Ona görə insan bəşər nümunəsi ən yaxşı nümunələrdən biridir. İnsan nədir? Yəni bəşərdir. Bəşər sözü tutalım bir çox insan üçün aydındır və ya bəşər nədir? İndi
tərsi misalı çəkək, əksi misalı çəkək. Ola bilsin bəşər sözünü bəzi insanlar başa düşmür. Bəşər nədir? Yəni insandır. Baxın, bəşər tərif verdiyimiz kəlmədir. İnsan isə burada istifadə etdiyimiz sözdür. İnsan sözü bəşər sözündən nə dəlalət və əhatə cəhətdən geniş deyil, nə ondan dar deyil, nə də ondan qapalı deyil. Həm eynidir dəlalət və əhatə cəhətdən, həm də mənası daha aydındır deyən bəşər nədir sualına insandır deyə cavab verəndə artıq məna aydın olur. Bu söz vasitəsilə olan tərif idi. Tərifin üçüncü növü misal vasitəsilə olan tərifdir. Bu da çox maraqlıdır. Misal vasitəsilə olan tərif. Burada biz nə edirik? Burada nə mahiyyəti izah edirik, nə burada başqa bir, məsələn, sinonim olan sözdən istifadə edirik. Bunların heç birini etmirik. Burada sadəcə olaraq biz misal çəkirik. Misallar çəkməklə biz nə edirik? Mətləbi qarşı tərəf üçün aydınlaşdırmağa çalışırıq. Məsələn, biri sual versə ki, tutalım, feil nədir? Ərəb dilində feil nədir? Baxın, feil nədir sualına biz yuxarıda dediyim nümunələrdəki kimi ya bunun mahiyyətini izah edərək biz izah verə bilərik, mahiyyətini açıqlayaraq izah verə bilərik, ya bunu məsələn başqa bir söz ora gətirib o sözün vasitəsilə izah edə bilərik. Ya da ki, burada üçüncü versiya budur ki, biz burada misal çəkməklə məsələni aydınlaşdıra bilərik. Yəni, məsələn, əgər bu sual ki, feil nədir? Bu feilə, məsələn, vurmaq, atmaq, döymək, çalışmaq, işləmək, bu kimi misalları çəkməklə də biz nə edə bilərik? Feilin mahiyyətini izah edə bilərik. Yəni, əgər qarşı tərəf indi ola bilər ki, çünki danışdığımız, söhbət edədiyimiz insanların zehni, düşüncəsi hamıda eyni deyil. Bəzən insanlar onlara mahiyyətini izah eləmək lazımdır, bəzən misal çəkmək lazımdır, bəzən də bu cür, bəzən başqa bir sinonim sözlə əvəz eləmək lazımdır. Bəzi insanlara da misal çəkmək lazımdır ki, onların məsələn anlayışı üçün, onların başa düşməsi və qavraması üçün bu versiya daha rahat olur. Ona görə əgər biri sual versə ki, feil nədir? Biz ona feilin nümunələrindən bir ikisini misal çəksək, bu vasitə ilə də məsələni, mətləbi ona izah edərik. Əlbəttə, burada müəllif deyir ki, misal çəkməklə olan tərif xətadırmı, eyblidirmi? Xeyr, xəta deyil, eyibli deyil. Düzdür, digər nümunələrə nisbətən, yəni mahiyyəti izah etməyə nisbətən və ya sinonimə nisbətən, sinonim sözlə izah etməyə nisbətən bu daha, belə deyək, primitiv yoldur. Məsələn, bir məntiq alimi üçün təbii ki, mahiyyəti izah etmək daha önəmlidir. Amma söhbət burada əgər mətləbi qarşı tərəfə başa salmaqdırsa, o zaman qarşı tərəfin düşüncə səviyyəsinə uyğun olaraq bəzən misal çəkməklə o şey haqqında tərif vermək burada da heç bir problem yoxdur. Dördüncü növ tərif hiss vasitəsilə olan tərifdir. Bu nə deməkdir? Burada biz artıq konkret nümunəni göstəririk. Yəni, bir var sözdən ifadə edək ki, bu belədir. İndi bu sözlə ifadənin nümunələrini yuxarıda qeyd elədim. 3 növdür. Yuxarıda qeyd elədim. Bir var sözlə ifadə edək nə isə. Bir də var yox, qarşı tərəfə konkret bir nümunə göstərək. Məsələn, bayaq dediyim kimi iPhone nədir? Biri tutalım qulağına iPhone sözü deyir. iPhone nədir? Mən tutalım bugün kitabda oxudum və ya televizorda gördüm iPhone haqqında müzakirə gedirdi, amma bilmədim iPhone nədir. Mənə zəhmət olmasa iPhone-un nə olduğunu izah edə bilərsənmi? İndi burada durub mahiyyətini izah eləmək, nə bilim, misal çəkmək, ondansa əlimizdə telefonu göstəririk, deyirik, bax iPhone budur. Bu artıq nədir? Göstərdik buna, o şeyin özünü göstərdik. Hiss vasitəsi ilə, o hiss üzvü ilə nə elədi? Onu gördü və bu vasitə ilə onda artıq, belə deyək, məsələ aydın oldu ki, burada iPhone sözündən məqsəd nədir? Biz buna elə bil hiss vasitəsi ilə, o predmetin özünü nümunə göstərməklə tərif vermiş olduq. Bu da təbii ki, tərifin növlərindən biridir və bu həm də hiss üzvlərimizə xitab elədiyi üçün, biz onu gözümüzlə gördüyümüz üçün, bəzən qulağımızla eşitdiyimiz üçün, bəzən daddığımız üçün bunun təsir dairəsi təbii ki, daha genişdir və bunu qavramaq, bunu dərk eləmək təbii ki, daha rahatdır, daha təsirlidir. Və sonuncu növ tərif bölgü vasitəsilə olan tərifdir. Yəni, bir şey tərif edərkən onu hissələrə ayırırıq, onu bölgüyə tabi tuturuq. Məsələn, tutalım, ərəb dilində söz nədir sualına biz belə cavab veririk. Söz nədir?
Bu sözü bizə izah elə, tərif ver, sözə tərif ver. Ərəblər ərəb dilində sözü bu cür tərif edirlər ki, söz ya isimdir, ya feildir, ya da ədatdır. Baxın, burada nədir? Sözə necə tərif verdi? Nümunə çəkməklə, bölməklə, hissələrə ayırmaqla ki, söz ya isimdir, ya feildir, ya da nədir? Ədatdır. Burada 3 hissəyə ayırmaqla sözə tərif vermiş oldu. Və burada təbii ki, bu hissələr var. İndi ərəb dilində bu 4 hissə var burada. Birinci hissə məqsəm deyilir, yəni bölünən şey, tutalım söz burada məqsəmdir, yəni bölünən şeydir, biz sözü hissələrə ayırırıq. Sonra qism var, hansı ki o qismlərdən ibarətdir, məqsəm o qismlərdən ibarətdir, məsələn isim, feil, sonra ədat, bunlar hər biri qismdir. Qasim, üçüncü növ qəsim, yəni birinin digərinə olan nisbəti kimi, tutalım feillə isim bir-birinə nisbət qəsimdir. Və sonuncu qismət, yəni bölgü, bu bölgü də nədir? Bu 4-cü hissədir. Deməli, biz bölgüdən danışanda burada bölünən var, qism var, hissələr var, qəsimlər var, ikisinin və ya üçünün bir-birinə nisbəti və dördüncü də bölgünün özüdür. Və burada bölgü ilə verilən tərifində özünün dostlar şərtləri var. Yəni şərtlər nədir? Tutalım. Birinci şərt budur ki, bu bölgünün özündə bir fayda olmalıdır, səmərə olmalıdır. Əgər bu bölgüdə heç bir səmərə yoxsa, heç bir fayda yoxsa, bizə heç bir məlumat ötürmürsə, informasiya ötürmürsə, bu bölgü belə deyək, əbəsdir, mənasızdır, düzgün deyil. İkinci şərt budur ki, bu bölünən şeylər, hissələr ki var, məsələn, sözü böldük 3 hissəyə, isim, sifət, isim, feil, ədat. Bunlar bir-birinə mütəbayin olmalıdır. Mütəbayin nə deməkdir? Yəni, bir-birinin tamam fərqli olmalıdır. Bunlar biri digərindən bənzərliyi olmamalıdır, biri digərinin eyni olmamalıdır və s. Tutalım, biz feil deyəndə feilin özünə məxsus xüsusiyyətləri var, sifət deyəndə, isim deyəndə isimin özünə məxsus xüsusiyyətləri var, ədat deyəndə ədatın da özünə məxsus xüsusiyyətləri var ki, o bölgüdə bunlar bir-birindən tamamilə fərqlənməlidir. Baxın, o bölgüdə deyirəm, o bölgüdə bunlar bir-birindən tamamilə fərqlənməlidir. Amma ümumi olaraq təbii ki, bunların oxşar cəhəti var, hamısı sözdür. Amma sırf o bölgüyə baxanda bunlar bir-birindən tamamilə fərqlənməlidir ki, bu bölgü doğru olsun. Və sonuncu şərt, məqsəm, yəni o bölünən şey, bu bölgülər ki var, hissələr ki var, olan hamısını özündə ehtiva eləməlidir. Çünki biz sözü 3 qismə ayırırıqsa, isim, feil və ədat, təbii ki, bu bölünən şey söz, o 3 qismin hər birini özündə ehtiva etməlidir. Əks təqdirdə bu bölgü düzgün olmaz. Məsələn, biz insanı bölsək, insanı alim və ya cahil olmaqla və ya insanı filosof, şair, xətib olmaqla hissələrə ayırırıqsa, aydındır ki, bu insan məfhumu anlayışı özündə həm filosofda, həm də şairdə və xətibdə təcəllə etməlidir, o tərənnüm olmalıdır. Əks təqdirdə biz insanın nəyə əsasən, əgər o bölgüdə, yəni filosofda, şairdə və xətibdə insana aid xüsusiyyətlər olmasa, o zaman onların insana aid bir bölgü olması da mənasız olardı. Ona görə bu bölünən şey ki, ərəb dilində buna məqsəm deyirlər, o məqsəm özündə o hissələrin hər birini özündə ehtiva etməlidir. Onun xüsusiyyətlərini hər birini özündə ehtiva etməlidir. Bu da tərifin sonuncu növü idi, bölgü vasitəsilə olan növü idi və şərtləri idi. Ümid edirəm aydın oldu. Növbəti dərslərdə görüşənədək.